Tam 1 saat ərzində piknik üçün çox gözəl təamlar hazırladım. Eyni xəmirdən 5 cür bişinti, hər biri də bir-birindən ləzzətli. Xəmirdə istifadə etdiyim hər şeyi açıqlama bölümünə qeyd edəcəm. Xəmirin bir gözəl mayalandıqdan sonra sosisli bişintilər edirəm. Hər zaman olduğu kimi sosis kalbasa seçimim Sab şirkətidir. Bu səfər Sabın döymə sosislərindən istifadə edəcəm. Döymə sosislərinin istiotu az olduğuna görə məncə uşaqlar üçün ən ideal seçimdir. Digər bişintilər üçün Sabın qavyajı bişmiş kalbasasından və premium servalatından istifadə edəcəm. Biri yağsızdır, biri yağlıdır, ikisi birlikdə çox ləzzətli olur. Sosisləri soba praşkisi olaraq etdim, onları da mayalandırmağa buraxdım. Birini qapalı pizza edəcəm, birini isə açıq pizza. Hər birinin içərisinə özümün hazırladığı pizza sosundan əlavə etdim. Əlavə qabarmalar olmasın deyə pizza xəmirini bu formada deşirəm. Üzərini istədiyiniz kimi düzə bilərsiniz. Mən duz əlavə eləmirəm, duzun yerinə Sabın saçaqlı pendirlərindən istifadə edirəm. Qalan xəmirə isə pendirli poğaçalar hazırladım. 4 pendirdən istifadə eləmişdim, ağ pendir, saçaqlı pendir, mozzarella və qavda. Hər birinin üzərinə yumurta sarısı əlavə etdikdən sonra öncədən isidilmiş 180-200 dərəcəli sobada bişirdim. Saata baxdım, hardasa 1 saat 10 dəqiqə ərzində bunları tamamilə bişirmişdim. Üzərləri pambıq kimi, içərisi axışqan pendirli, çox ləzzətli idi. Bu 5 bişintidən ən sevdiyin hansı oldu? Rəylərə fikrini mütləq yaz.